Bilirsiniz, bizdə bəzən deyir ki, bu Peyğəmbərin hədisi. Bəzən deyir ki, bu hədisi qudsi. Var, yoxdur. Kitablar da var da, hədisi qudsi. Bir də var Qur'an. Qur'anı da bizə Peyğəmbər çatdırır. Hədisi də bizə Peyğəmbər çatdırır. Hədisi qudsunu da bizə Peyğəmbər çatdırır. Salavatullah aleyhi və aleyh. Yaxşı. Və eyni zamanda hamımız bilirik ki, Allah Qur'anda deyir ki, "La ma yantiqu anil hava in huwa illa vahyu yuha." Peyğəmbər heç nəyi həva-i nəfsindən demir. Nə deyirsə Allah vəhyi də ona vəhy olunur. Sual. Madam ki, bütün Peyğəmbərin mübarək qəlbinə nazil olan ilahi vəhiylər, ilhamlardırsa, onda niyə ayırırsan bu sözləri, deyirsən bu hədisdir, bu hədisi qudsudur, bu Qur'andır. Hədis də Allahdandır Peyğəmbər vasitəsilə, bəli. Hədisi qudsu da o cürdür, bəli. Qur'an da o cürdür, bəli. Bəs onda niyə ayırdın? Niyə dedim bu hədisdir, bu hədisi qudsudur, bu Qur'andır? Niyə ayırdın? Qulaq as, bugün İmam Hüseyin məclisində bunu öyrənək. İmam Hüseyin əleyhissalamın məclisində mənim xoşum gəlir. Elm öyrənəsən, Qur'an öyrənəsən, din öyrənəsən, kəlam öyrənəsən, əqaid öyrənəsən, əqidəmizi öyrənəsən. Çünki İmam Hüseyin əleyhissalam din yaşasın deyə, din olsun deyə, hətta şəriət məsələləri də İmam Hüseyin əleyhissalamın minbərində deyilsə daha qəşəngdir, daha gözəldir. Cavabı budur əzizlərim. Deməli, Allah Peyğəmbərə bəzən ilham eləyir, mənanı, sözə deyir ki, mən qarışmıram, söz sənin ixtiyarındadır. Sözü özün seçkinən. Sözü özün seçkinən. Hansı sözü istəyirsən, buyur, deginən. Məna budur. İndi bu sözü müxtəlif bilirsiniz də, bəzən bir məfhumu, bir mənanı müxtəlif sözlərlə çatdırmaq olar. Mən məscidə gedirəm, mən məscidə yollanıram, mən məscidə üst tuturam, mənim məqsədim məscidə getməkdir, mən son hədəfim məsciddir, qayəm məsciddir, evdən çıxmışam məscidə görə, amma məna birdir də, məscidə gəldim. Yaxşı, Allah bəzən mənanı Peyğəmbərin mübarək qəlbinə ilham eləyir, vəhiy eləyir, amma deyib sözdə özün bilərsən. Hansı sözlə istəyirsən, çatdır insanlara. Peyğəmbər salavatullah da çatdırıb insanlara. Bunlara deyərlər hədis, yadınızda qalsın. Deməli, tərifi nə oldu? Mənası Allahdan olan, sözü Peyğəmbərdən olana nə deyirlər? Hədis. Hədisi qudsu nədir əzizlərim? Hədisi qudsu da sözdə Allahındır, məna da Allahındır. Yəni, necə var, elə çatdır. Yəni, sən mənə deyinən ki, onda Quranla neyin oldu? Dedi, yox. Hədisi qudsidə sözdə Allahındır, məna da Allahındır, amma orada möcüzə yoxdur, ecaz yoxdur, bəlağət, fəsahət o dərəcədə deyir. Adi sözlərlə. Hədisi qudsidə buyurulur ki, Allah Teala buyurdu ki, məsələn, mən tələbəni və cədəni, hər kəs məni axtarsa tapar, hər kəs məni tapsa sevər, hər kəs məni sevsə aşıq olar, hər kəsə mən aşıq olsam, onu öldürərəm. Hər kəsi öldürsəm, diyəsi mənim boynumadır. Və hər kəsin diyəsi mənim boynumadır, mən özüm onun diyəsiyəm. Mən də elə hədisi qudsi seçdim ki, o da getdi, elə ecaz oldu. Yaxşı. Burada söz baxımından düzdür, gözəl sözlərdir, qəşəng sözlərdir. Amma o bəlağət, o fəsahət Qur'anda olan, yox, burada yoxdur. Amma ləfsi də Allahdandır, məna da Allahdandır. Gəldik Qur'ana. Deməli, hədisi qudsin tərifi nə oldu? Hədisi qudsi ləfslə, yəni söz və məna Allahdandır, amma qeyri-möcüzəvi şəkildə deyil. Adi insan necə danışar, o cür Allah çatdırır insanlara Peyğəmbər salavatullah aleyhi və aleyhi vasitəsilə. Amma Qur'anın tərifi. Qur'anda söz də Allahdandır, məna da Allahdandır, amma ecaz şəklində, möcüzə şəklində. Bəşərin qüdrəti yoxdur ki, o cür söz desin. İnsan o cür söz deməyib. Qur'an budur. Qur'an təkcə nə? Söz Allahdan, məna yox. Məna Allahdan, söz yox. Söz də Allahdandır, məna da Allahdandır. Amma eyni zamanda möcüzə. Möcüzə nə deməkdir? Bəziləri bilir, möcüzə ancaq gərək məsələn elə bir hadisə baş verə, 3 başlı əjdaha gələ, 10 başlı nə bilim div gələ möcüzə. Yox əzizim, möcüzənin mənası budur. Möcüzə aciz edən. Yəni nə? Yəni insanlar acizdirlər, o işi icra eləyə bilmirlər. Ona deyirlər möcüzə. Hər hansı bir iş olsa ki, biz insanlar onu icra eləyə bilmirik.
bizim qüdrətimizin fövqündə olan işdir, ona deyirlər möcüzə. Qoy tərif deyim, qoy qəşəng olsun, yadınızda qalsın. Möcüzə, insan qüdrətinin fövqündə olan əmələ möcüzə deyilir. İnsan qüdrətinin fövqündədir. Hə, sabahları elm inkişaf eləyəcək, mən ona çatacam, ola bilər. Bu günləri hal-hazırda insan elminin qüdrəti ora çata bilmir. Ona deyirlər möcüzə. Möcüzə deməli, bəşər istedad və qabiliyyətindən onların zamanında, bunu qeyd eləyin. Onların zamanında. Çünki bəzi peyğəmbərlər olub ki, öz zamanında möcüzə göstəriblər, bəlkə də o indi möcüzə deyir. Ona görə insanlar yaşadığı zamanda onların istedad və qabiliyyətinin fövqündə olan əmələ nə deyərlər? Möcüzə deyərlər. Ona görə İsa Aleyhisselamın möcüzəsi nə idi? Sağalmayan xəstəlikləri sağaldırdı. İndi elm inkişaf eləyəcək, tibb inkişaf eləyəcək, günlərin birində onu müalicə eləyəcəklər, deyəcəklər, mən də İsa'yam deyə. Yox. O zamanda o möcüzə idi ki, çünki o vaxtı tibb elmi aciz idi. Bu günləri acizdir, çox inkişaf eləyib. Bu məsələyə fikir verin. Bu məsələ mühümdür, bunu öyrənin. Yaxşı. Qur'an möcüzədir, onda nə deməkdir? Deməli, bəşər acizdir ki, Qur'an kimi söz desin. Ha, burada fərq var. Daha bu bir zamana bağlıdır. Bir məkana bağlıdır. Niyə? Çünki Qur'an əbədi olduğuna görə, Qur'an qiyamətə qədər sonuncu kitab olduğuna görə, Qur'an qiyamətə qədər ilahi hüccət olduğuna görə və ondan sonra heç vaxtı kitab gəlmədiyinə görə, bəşər elmi nə qədər inkişaf eləsə də, bəşər Qur'an kimi söz deyə bilməyəcək. O möcüzə olaraq qalacaq, əbədi möcüzə olaraq qalacaq. Fərq birdən bundadır.